Herkese selamlar. Bugün sizlerle mezuniyet necə hesaplanır onu öğreneceğiz. Mövzuya geçmeden önce bir şey qeyd edim ki, bizim bu mövzumuz iki videodan ibaret olacaq. Birinci video, yəni bugünkü videomuzda əsasən biz orta aylıq əmək haqqı, orta günlük əmək haqqı və məzuniyyətin necə tapılmasına aid öyrənəcəyik və ən əsası da hansı ayda məzuniyyətə çıxsa biz daha karlı məzuniyyətə çıxmış olarıq kimi suallara cavab tapacağıq. İkinci videoda isə artıq yeni qaydalar əsasında məzuniyyətin hesablamasına baxacağıq və bundan əlavə bildiyimiz kimi bir çox güzəştlər və staja görə hesablamalar var ki, onlara da toxunacağıq. Bundan əlavə də artıq biz bir ay ərzində həm işləyərkən, həm də məzuniyyətə çıxarkən nə qədər maaş alacağımızı, yəni net gəlirimizi öyrənmiş olacağıq. İndi isə gəlin birinci videomuza aid olan mövzularla tanış olaq. İlk öncə qeyd etdiyim kimi biz dedik ki, məzuniyyətin bugün tapılmasını öyrənəcəyik. Amma məzuniyyəti taparına qədər biz əsasən bu 3 mərhələdən keçməliyik. Birinci mərhələmiz bizim orta aylıq əmək haqqının tapılmasıdır. Və ikinci mərhələ orta günlük əmək haqqının tapılması və nəhayət artıq bu iki dənə ünsürü tapandan sonra məzuniyyəti biz hesablaya bilərik. Gəlin indi başlayaq biz orta aylıq əmək haqqının nədir və necə tapılacağını öyrənək. Orta aylıq əmək haqqı ümumiyyətlə bizim bir il ərzində nə qədər maaş almışıqsa, onların ümumi cəminin 12 aya bölünməsidir. Bunun biz ümumiyyətlə tapılması üçün indi sizə iki metodunu öyrədəcəm. Birinci metod üsulundan, riyazi hesablama üsulundan istifadə etməklə necə tapırıq onu öyrədəcəm. İkinci isə artıq Excel-lə necə biz rahat şəkildə hesablaya bilərik qeyd edəcəm. Birinci üsul sadə üsulumuzdur ki, bu da riyazi hesablamadır. Biz qeyd etdik ki, orta aylıq əmək haqqı hesablanması üçün bir ildə nə qədər biz maaş almışıqsa, onları toplayıb bölməliyik 12 ayımıza. İndi məsəl üçün gəlirik indi bunu tapmamız üçün adi riyazi qaydalarla 1500-ün yanvar ayının üzərinə fevral ayınki maaşı gəlməliyik, sonra martın, sonra aprel, may, iyun və bu minvalla davam edib 12, yəni dekabra qədər. Hamısını topladıqdan sonra artıq biz bunları hər birini toplayırıq. Və topladıqdan sonra artıq gördük ki, cəmi tapdıq. Yəni bu riyazi qaydadır. Hər birini topladıq. Topladıqdan sonra biz nə edəcəyik bunu? Yenidən biz bunu tapmamız üçün topladığımız bütün 12 aylıq əmək haqqımızı böləcəyik 12-yə. 12 də burada aylarımızın sayıdır. Bildiyimiz kimi bizim bir ilimizdə 12 ay var. Ona görə də 12-yə bölünməsi lazımdır. Sonra Enter-i sıxırıq və gördüyümüz kimi avtomatik olaraq bizə orta aylıq əmək haqqı tapıldı. Bu riyazi üsulundandır, yəni Excel-ə aid olmayan üsulundandır. İndi isə gəlin rahat şəkildə onu necə tapacağımızı öyrənin. Birinci nə edirik? Bərabərlik qoyuruq. Toplamanı bildiyimiz kimi Excel-də sum düsturundan istifadə edirik. Və sum düsturunu aktivləşdiririk və bizdən nə qədər maaş işləmişiksə, hansı aylarda və s. kimi onların hər birini toplayırıq, mötərizəni bağlayıb Enter-i sıxırıq. Sonra ikinci mərhələ orta aylıq əmək haqqının tapılması. Biz bildiyimiz kimi orta əmək haqqının, aylıq əmək haqqının tapılması üçün biz işlədiyimiz ayların aldığımız maaşların cəmini sayına bölməliyik. Məsəl üçün 6 ay işləyibsinizsə 6-ya böləcəksiniz. 12 ay işləyibsinizsə 12 aya. İkinci ən rahat üsulu isə Excel-də average-in tapılmasıdır. Average-in tapılması da bildiyimiz kimi ədədi orta sayılır. Yəni orta aylıq əmək haqqının tapılmasıdır və bu da ki, riyaziyyatda da elə qaydası budur ki, verilən ədədləri toplayırıq və onun sayına bölürük. Amma biz indi həmin o
buradakı kimi qeyd etməyəcək, yəni toplayıb sonra bölməyəcək sayına. Biz birbaşa Excel-də average düsturundan istifadə edəcəyik. Və OK, burada aktivləşdiririk average və nə qədər hansı maaşları, yəni ayda işləmişiksə, həmin maaşları seçirik sayını. Mötərizəni bağlayıb enteri sıxırıq və gördüyümüz kimi artıq bizdə eyni nəticəni verdi. Yəni bir daha qeyd etdiyim kimi sum və digər düsturlardan istifadə etməyə lazım deyil. Əgər Excel-də istifadə edirsinizsə, sadəcə olaraq average düsturundan istifadə etməniz kifayətdir. Bu oldu bizim orta aylıq əmək haqqının tapılması. Deməli, bizim orta aylıq əmək haqqımız elədir 1733 manat. Bu qədər aldığımız maaşdan. İndi isə biz bu maaşı tapdıqdan sonra keçirik biz orta günlük maaşı tapılması. Orta günlük maaş odur ki, bizim yəni bildiyimiz kimi ayda nə qədər maaş alsanız da, o sizin bir gününüzə görə hesablanır. Yəni bir gündə siz nə qədər maaş alırsınız, sizə nə qədər məbləğ düşür, summa düşür. Bunu tapmamız üçün nə edirik? İlk öncə biz orta aylıq əmək haqqımızı bu hissəyə gətirməliyik. Bunu riyaziyyatda da yenə iki qayda ilə hesablaya bilərik. Birincisi ayda qayda ilə tapdığımız burada orta aylıq maaşımızı, yəni 1733-ü bölməlisiniz 30,4-ə. Bunu əllə də yaza bilərsiniz. 1733-ü bölə bilərsiniz. Bərabərlik qoyaq. 1733-ü bölə bilərsiniz 30,4-ə. Və enteri sıxarsınız. Deməli, sizin bir gününüzdə düşən maaş 57 manatdır. Bunu digər Excel-dən istifadə etmək istəsəniz isə nə edirsiniz? Bərabərlik qoyursunuz, keçirsiniz orta aylığa. Həmin orta aylıq ya bu average-dən tapdığınızı, ya digər bu tapdığınızı klikləyirsiniz, enteri sıxırsınız. Bunu VLOOKUP-la da gətirə bilərsiniz. Sadəcə olaraq indi çox da dərin düsturlara keçmək istəmədiyimə görə buna diqqət edirik. Sonra artıq gətirdiyimizə görə biz indi nə edə bilərik? Bərabərlik qoyuruq. Orta aylıq əmək haqqımızı seçirik, bölürük 30,4-ə və enteri sıxırıq. Gördüyümüz kimi artıq bizim orta günlük əmək haqqımız tapıldı. Yaxşı deyilə bilər ki, bu 30,4 nədir? 30,4 bizim burada əsasən bildiyimiz kimi bizim 365 günümüz var. Həmin o 365 günü bölüblər 12-yə və burada ortalama olaraq ədəd tapıblar ki, bir sözlə orta bizim əmsalımız 30,4-dür. Yəni fərqi yoxdur. Orta aylıq əmək haqqınız dəyişsə də 30,4-ünüz dəyişmir. Deməli, yekunlaşdırsaq deyə bilərik ki, orta günlük əmək haqqının tapılması üçün mütləq şəkildə birinci orta aylıq əmək haqqı tapılmalı, daha sonra orta aylıq əmək haqqını bölməniz lazımdır 30,4-ə. Artıq bundan da deməli orta aylıq və orta günlük əmək haqqını tapdıq. Deməli, nəhayət biz məzuniyyəti rahat şəkildə tapa bilərik. İndi mən bunu birbaşa əlaqələndirdim deyə, vaxtımız getməsin deyə, ona görə burada artıq 57 görünür. Bu 57 bizim orta günlük əmək haqqımızdır. Deməli, məzuniyyəti bu düsturdan istifadə edəcəyik. Mütləq şəkildə məzuniyyəti tapmanız üçün orta günlük əmək haqqınızı qurmalısınız. Nə qədər məzuniyyətə çıxacaqsınızsa, yəni onların sayını. İndi təsəvvür eləyək ki, bir şəxs 14 gün ərzində məzuniyyətə çıxacaq və onun orta günlük əmək haqqısı 57 manatdırsa, gəlin görək onun məzuniyyət haqqı, yəni nə qədər pul alacaq. Bərabərlik qoyuruq, orta günlüyümüzü vururuq məzuniyyət günümüzün sayını. Enteri sıxırıq və görürük ki, 798 manat deməli həmin adam məzuniyyət haqqı alacaq. Belə bir şey var ki, bu bizim oldu məzuniyyətimizin tapılması. Qeyd etdiyim kimi, bunlar hər biri standart bu düsturlardan istifadə olunur və bunları qeyd edə bilərsiniz. Amma bir şey də qeyd edim ki, bu standartlara baxmayaraq artıq bizim müəyyən bir cüzi olaraq dəyişiklik olub ki, qeyd etdiyim kimi o ikinci videoda olacaq. Sadəcə olaraq bugün ancaq bunlara fokuslanırıq. Gəlin indi nümunələrə baxaq və nümunələr əsasında
öyrənək ki, biz hansı aylarda məzuniyyətə çıxsaq, bizim gəlirimiz çox olar və yaxud da ki, məzuniyyət haqqımız çox olar və yaxud da ki, bizi necə sərf edir. Birinci nümunəmiz bizim bayram günləri olan aylarda məzuniyyətə çıxılmasıdır. Bu bayram aylarında bildiyimiz kimi bizim təqvimimizdə iki tip aylarımız var. Biri bayram ayları çox olan, biri də var ki, bayram ayları az olan. Belə bir şey qeyd edim ki, məzuniyyət günləri, ümumiyyətlə məzuniyyətə çıxarkən dövlət tərəfindən bizdə 6 bazarda, yəni istirahət günləri də məzuniyyət günü kimi hesablanır və dövlət onun ödənişini edir. Amma dövlət tərəfindən bayram günləri istisnadır. Bu nə deməkdir? Əgər siz bayram günlərində məzuniyyətə çıxsaz, yəni bayram günləri çox olan aylarda məzuniyyətə çıxsaz, sizin məzuniyyət gününüz uzanacaq, amma maaşınız, məzuniyyət, yəni pulunuz az olacaq. Bu nə deməkdir? Gəlin nümunəyə baxaq. Deməli, bizim Elvin adında işçimiz var. Onun əmək haqqısı 1200 manatdır və son 12 ay üzrə əmək haqqısının cəmi 14400 manatdır. O məzuniyyətə 14 gün çıxmaq istəyir və istəyir ki, 14 gün ərzində məzuniyyət olsun. Amma məzuniyyət tarixi 17 martdan 30 marta qədərdir. Biz bildiyimiz kimi istehsalat təqvimimizdən 17 martdan əgər bu çıxsa, digər günlərimiz bizim bayram günləri hesab olunur. Bunlara məsəl üçün aiddir 20 mart, 21 mart, 22 mart, 23, 24 mart. Deməli, biz dedik ki, biraz öncə də qeyd etdik ki, dövlət tərəfindən bizim 6 bazarımız hesablanır məzuniyyətə və onun pulu verilir. Amma bayram günləri istisnadır. Yəni, bu o deməkdir ki, Elvin 14 gün məzuniyyət götürsə əgər mart ayında, onun məzuniyyəti sayılacaq 17-si, 18-i, 19-u, sonra başlayacaq 25-i, 26-sı, 27, 28, 29, 30-u. Amma o 30-u bitsə də belə, bu bizim 5 günümüz sayılmadığına görə məcburi olaraq biz həmin o Elvinin məzuniyyət gününü digər günlərdə də hesablamalıyıq. Yəni 31-i də hesablamalıyıq, 1-i də, 2-si də, 3-ü də, 4-ü də. Bu deməkdir ki, rəsmi olaraq bizim Elvinimiz, yəni işçimiz məzuniyyətə ayın 17-si mart çıxsa da geri qayıdacaq. İndi əgər 5 günlük işləyiriksə 6-sı qayıdacaq. Yox, əgər biz 6 günlük işləyiriksə, o zaman yenə də elə 6-sı qayıdacaq. Çünki artıq 4-ü də onun məzuniyyət günü sayılır. Bir sözlə deyə bilərik ki, bizim deməli işçimiz məzuniyyəti bitəcək 6-sı. Biz amma bu ödənişi deməli 4-ünə qədər olanı edəcək. Amma belə bir nüans var. Bəzən bunu qarışdırırlar. Deyirlər ki, yaxşı, indi biz hesablasaq, məsəl üçün hesablayırıq ki, deməli ayın 17-sindən bu çıxdı, ayın elə bir bizim gəldi düşdü ayın 4-ünə qədər. Burada toplam olaraq deməli bizim 19 günümüz, yəni bu 20-si, 21, 22-si, 24-ü bayram günü hesablandığına görə onun məzuniyyəti 5 gün uzanır və gəlir düşür 19 günə. Və deyə bilərik ki, deməli Elvin 19 gün evdə olacaq. Amma belə bir qayda var ki, yaxşı deyə bilərsiniz ki, o neçə günün maaşını alacaq? O sadəcə olaraq 14 günün maaşını alacaq. Çünki onun məzuniyyəti 14 gün hesablanır. O 14 gün rəsmi olaraq sənəddə məzuniyyətə çıxıb. Fərqi yoxdur. Bayrama düşdü, düşmədi. Yəni belə ümumiləşdirsək deyə bilərik ki, əgər biz onun məzuniyyət günü, yəni haqqını hesablasaq, yəni orta aylığını tapsaq, gününü tapıb sonra məzuniyyətini tapsaq,
O sadəcə alacaq 552 manat 58 qəpik. Bu qalan evdə qaldığı bayram günləri 5 günü öz cebindən hesablayacaq. Belə yekunlaşdırsaq deyə bilərik ki, əgər siz istəyirsinizsə, sizin üçün məbləğin önəmi yoxdur. Sadəcə istəyirsinizsə evdə çox qalasınız, o zaman bayram günləri çox olan ayı tərcih edin məzuniyyətə çıxmanız üçün. Yox, əgər siz istəyirsinizsə çox pul alasınız, məzuniyyətiniz çox pul olsun, yəni həmin ayda çox gəliriniz olsun, o zamanı bayram günləri az olan ayı seçin. İndi gəlin ona da baxaq. Təsəvvür edək ki, bir şəxs, bizim bir işçimiz bayram olmayan ayda məzuniyyət götürür. Eyni təqvim günü üçün məzuniyyət götürür. Yəni Elvindəki kimi həmin misal üçün Ayselimiz təsəvvür eləyək. O da 14 gün üçün təqvimdə, yəni məzuniyyət günü götürdü. Onun da maaşı 1200 manatdır. Amma onun Aysel çıxır oktyabr ayında. Yəni oktyabrın 6-sından bu gedəcək oktyabrın 19-una qədər. Deməli bizim Ayselimiz artıq bayram günü düşmədiyinə görə, 6 bazar da hesablandığına görə deyə bilərik ki, Aysel rəsmi olaraq sadəcə 14 gün evdə qalacaq. Yəni 6-sından 19-una qədər, 20-si artıq onun rəsmi olaraq iş günü sayılır və onun istər Elvin olsun, istər hər hansı bir şəxs olsun, istəyir bayram ayında çıxın, istəyir bayram ayı olmayan ayda çıxın, sizin məzuniyyət pulunuz 5-nə qədər köçürülməlidir. Təsdiq olunduqdan sonra mütləq şəkildə siz məzuniyyətə çıxana qədər artıq sizin məzuniyyət pulunuz hesablanıb köçürülməlidir. Gördüyümüz kimi burada diqqət etsək, elə Ayseldə 552 manat 58 qəpik hesablanır. Onun məzuniyyət pulu, amma o bayram olmadığına görə onun məzuniyyət müddəti uzadılmır. Sadəcə olaraq Aysel gördüyümüz kimi 14 gün qalır. Amma deyə bilərsiniz ki, biraz öncə də qeyd etdim ki, onun maaşında, yəni gəlirində çox olur. Niyə gəlirində çox olur? Bu hissəyə hələ ki toxunmayacağam. O növbəti dərsimizdə izah edəcəm. Tutulmalarla birlikdə, yəni məzuniyyətdən nə qədər tutulmalarımız olacaq, buna gəlir vergisi və s. kimi və yaxud da ki, normal əlavə olaraq nə kimi güzəştlər olur və s. kimi. Sadəcə olaraq indi qısa şəkildə deyə bilərəm ki, niyə məsəl üçün Aysel çox alacaq, Elvin azalacaq? Çünki Aysel burada 19-u məzuniyyəti qutarandan sonra artıq onun rəsmi olaraq işi başlayacaq 20-sindən və indi ayın 30-u da, yəni indi nə qədər işləyib. Deməli, onun misal üçün rəsmi gəliri əgər 5 günlük hesablasaq, buradan 14 gün bunun, belə deyə bilərik ki, 14 gün bunun elə bir rəsmi işi var, işləyib. Onun bir pulu olacaq, yəni əmək haqqısı olacaq. Əlavə də 14 gün bunun elə bir məzuniyyət pulu olacaq. Bunlar elə bir hər birini toplayanda artıq Ayselin pulu Elvinkindən çox olacaq. Yəni gəliri artıq dəyişəcək. Ona görə də deyilir ki, məsəl üçün əgər gəlirinizin çox olmasını istəyirsinizsə, sizin üçün sadəcə olaraq 14 günlük və yaxud da 5 günlük indi nə qədər istəyəcəksinizsə, məzuniyyət günü kifayətlidirsə, o zaman bayram olmayan ayları tərcih edin. Qalan günlərdə yox, əgər əksinə istəyirsinizsə, o zaman məzuniyyətinizi bayram günlərinə sala bilərsiniz.